Herkese salam. Mən ki yenə storylər gecə videolar göndərəndə istəyirəm qısa bir üzərindən keçim nəyim. Demək, mənim ECSK imtahandan sonra, dekabr ECSK imtahandan sonra qruplarımda bəzi yeniliklər olacaq. Bir paylaşdığım bir ECSK 3 götürürəm. ECSK 3 səviyyəsindən bir qrup götürəcəm. 0 səviyyəm zaten doldu. 3 səviyyəsində yer var. 3 nəfər var, 2 nəfərlik yer var. Yazacağım, qeyd edəcəm üstündə, ora müraciət edə bilərsiniz. Deyəcəksiniz ki, 5 bir qrupum var. Biz keçmişik bütün proqrama. Bütün deməyim də, demək olar ki, bütün proqramı ən axırlarına doğru gedirik. Sonra biz 3 ay yalnız işləyəcəyik testlər, təkrar. Yəni, kim ECSK 5-i bilir, amma bərkitmək istəyirsə, ideal qrup olacaq. Və mənim hansı qrupumda boş yer var idi? Bir qrupumda da bir dənə düşünüm, tez bir dənə qeydlərimə baxım, o qrupumda boş yer var, onu da paylaşım.